Herkese salam. Yeni videoda sizə Dimin 20 sınağından 15-ci sınağın izahını verəcəm. Birinci sualda verilib ki, 8-lik say sistemində ən kiçik 4 rəqəmli ədədlə 16-lıqdakı ən böyük 2 rəqəmli ədədin cəmi onluq say sistemində ifadə edilir. Ümumiyyətlə, istənilən say sistemində ən kiçik 3 rəqəmli, 4 rəqəmli deyirsə, 1 yanına sıfırlar artırırıq. 4 rəqəmli olması üçün 3 dənə sıfır əlavə edirik. Yəni, ən kiçik 4 rəqəmli ədəd budur. 16-lıqda ən böyük 2 rəqəmli ədəd deyirsə, 16-lığın ən böyük rəqəmi f olduğuna görə, ən böyük 2 rəqəmli ədəddə 2 dənə f olacaq. Bunları onluğa çevirsək, açıq yazılış üsulu ilə 1 vuraq 8-in kubu üstə gəl 255-də onluğa çevirəndə 255 edir. Burada da deməli 8-in kubu eləyir 512, üstünə də 255-i gələndə alırıq 767. Olur A bəndi. RGB rəng modelində kodlaşdırılmış təsvirin piksel sayını 2 dəfə azaldıb, rəng dərinliyi 12 bit olan palitrada kodlaşdırdıqda həcmi 600 kilobayt azalır. Təsvirin dəyişiklikdən sonraki həcmini kilobaytla müəyyən edin. Deməli, əvvəlcə RGB rəng modelində bilirik ki, 24 bitli rəng dərinliyi. Daha sonra isə 12 bitli palitraya keçib, yəni rəng dərinliyi 12 bit olub. Və bilirik ki, həcm rəng dərinliyindən asılıdır. 24 bitdən 12 bitə keçibsə, yəni bu x 2 dəfə azalıb. X həcmidir onun, ilkin həcmi. İlkin həcmi 2 dəfə azalır. Piksellərin sayından da asılıdır da, çünki həcmin düsturu piksel sayı vuraq rəng dərinliyidir. Və burada həcm həm rəng dərinliyindən, həm də piksel sayından asılıdır. Piksellərin sayı 2 dəfə azalırsa, onda həcm yenidən 2 dəfə azalır. Onda ümumi olaraq, yəni həcm 4 dəfə azalmış olur. Və deyir ki, 4 dəfə azalandan sonra, yəni həcmi də 600 kilobayt azalır. Onda azalandan sonraki həcmi x böl 4-dür də. Əslində bu x minus 600 kilobaytla eynidir. Çünki ilkin həcmi 600 kilobayt azalır və onun sonraki həcmi olur. Elə ilkin həcmi 4 dəfə azalanda da həmin həcmi verir. İkisini bərabərləşdirsək, buradan x bərabər olur 4x minus 2400-ə. Buradan da 3x 2400-dürsə, x-i alırıq 800. Deməli, 800 kilobayt onun ilkin həcmidir. Bizdən nəyi soruşur? Dəyişiklikdən sonraki həcmini tap. Verib ki, onsuz 600 kilobayt azalıb da, yəni ilkin həcmi 800-ü də 600 kilobayt azaldanda 200 qalır. Deməli, yəni azalandan sonraki həcmi 200 olub. 33 səhifəlik sənədin cüt səhifələrinin hər birində şəkil, qalan səhifələrində isə mətn var. Ümumi həcmi tap. 33 səhifəni yarıya bölsək 16-17 kimi çıxır da. Təbii ki, axırıncı tək olduğuna görə 17 tək səhifə var, 16 da cüt səhifə var. Cüt səhifələrində əgər şəkil varsa, bir şəklin həcmini, yəni səhifə sayına vuracağıq. Çünki hər səhifədə şəkil var. 16-nı vururuq piksel sayına, yəni 1024 vuraq 768-ə. Bunu da vururuq rəng dərinliyinə. Əgər rəng çaları 128-dirsə, rəng dərinliyi onda 7 bit olur. Və buradan da 2 üstü bu 4-ü versəm, 2 üstü 14 vuraq 768 vur 7 bit alırıq. Cavabı görək nə ilə verib, yəni kilobaytla istəyirsə, onda elə 2 üstü 13-ə bölərik. Burada qalır 2 vur, deməli 768 vur 7. Deməli, baxaq, 2 üstü 10 vuraq 768 16 da 2 üstü 4. Bunların içinə hasilini hesablasaq 10.752 kilobayt verir. Hasili 10.752 kilobaytdır, bu şəklin həcmidir. İndi mətnin həcmini tapaq. Mətnin həcmini tapanda da qalan səhifə sayını, yəni 17-ni vururuq. Deməli,
səhifə sayını sətr sayına vururuq. Sətr verilmədiyi üçün simvol sayına, yəni 3072-yə. Onu da vururuq n bitə. Yəni Unicode-da da bir simvol 2 bayt yer tutur deyə bu formada həcmi hesablayırıq. Bu bizə baytla verib. Kilobayta çevirəndə 1024-ə bölürük. Burada elə 3 qalır. 17-ni də 6-ya vuranda deməli eləyir 102 deməli kilobayt. 10752 ilə də elə 102-ni toplasaq, yəni şəkillə mətnin həcmini toplasaq 10854 kilobayt alırıq. Eləyir A bəndi. 4 dost deməli verilmiş fənlərdən olimpiyadada iştirak ediblər. Adil və Ziya olimpiyadada birinci yeri tutmayıblar. Riyaziyyat olimpiyadasına gedən şagird isə olimpiyada qalibidir. Kamil isə informatikadan birinci yer tutub. Hansı mütləq doğrudur? Elə burada adları qeyd eləyək. Adil, Ziya, Nəzakət və Kamil. Burada da fənləri. Biologiya, informatika, riyaziyyat və fizika. Belə bölsək, bundan sonra baxaq. Deyir ki, riyaziyyat olimpiyadasına gedən şagird deməli olimpiyada qalibidir və əvvəldə də verib ki, Adil və Ziya olimpiyadada birinci yer tutmayıblar. Onda deməli birinci yeri tutmayıblarsa, onda riyaziyyatdan olimpiyada qalibi ola bilməzlər də. Deməli Adil və Ziya üçün riyaziyyata minus yazsaq. Daha sonra deyir Kamil informatikadan birinci yeri tutub. Kamil informatikadan birincidirsə, onda digərlərinə informatika üçün minus, Kamilə də digər fənlər üçün minus yazırıq. Və beləliklə, burada riyaziyyatda 3 dənə minus alınanda bircə dənə nəzakətə riyaziyyat üçün plus yaranır. Bundan sonra başqa heç bir mühakimə verilməyib. Deyir, hansı mütləq doğrudur, yəni hansı fikir? Burada bir dəqiq bilinən budur ki, Kamil informatikadan yer tutub, nəzakətdə riyaziyyatdan və digərlərində həmin fənlərdən yer tutmadığı. Elə baxsaq, nəzakət riyaziyyat olimpiyadasında iştirak edib. Yəni, onda elə budur da doğru. Yəni, iştirak edib və yerdə tutub. Y bəndi olur 4-də. Cədvəldə verilən məntəqələr və onlar arasında yolların uzunluğu göstərilib. A və F məntəqələri arasında ən qısa yolun uzunluğunu müəyyənləşdirin. Burada belə deyək də, qraf çəkərək də tapa bilərik, ya da asan üsuldan belə də tapmaq olar. A-dan F-ə soruşursa, əgər baxıram ki, A-dan hansılara yol var? B, C, D, Y. Birbaşa bu məntəqələrdən F-ə, yəni yol gedirmi? Əsas da məsəl üçün B-dən baxıram. Çünki 2-dir də, yəni A-dan B-yə olan yolun uzunluğu azdır. B-dən F-ə yoxdur. C-dən isə F-ə var. Və A-dan C-yə gəlib, C-dən də F-ə getsəm, elə 3 üstəgəl 3 mənə 6-nı verər də. Deməli, elə ən qısa yol da bu olar. 4 heç cürə alınmaz. Çünki 4-ü almaq üçün A-dan B-yə 2 gəlsəm, B-dən Y-yə 1-i götürsəm, Y-dən F-ə uca 8-də axı, yəni 4 alınmayacaq burada. Başqa yolla da A-dan C-yə 3 gəlsəm, C-dən deməli ya A-ya, ya D-yə, ya da F-ə getmək olur. O da yəni 3-ün üstünə hələ 2, 3 gələndə də böyük ədəd alınır. Yəni 4 də heç cürə çıxmır. Yəni məntiqlə belə də tapmaq olar qısaca. Ya da yəni beləcə qraf qrup tapa bilərik. A-dan məsəl üçün hansılara yol var? B-yə yol var. Deməli C-yə yol var. D-yə yol var. Bir də Y-yə yol var. A-dan B-yə deməli 2-dir, Y-yə 6-dır, D-yə 4-dür, C-yə də 3-dür. Hətta F-ə də yol var. F-ə də deməli 8-dir. Sonra B-dən deməli Y-yə 1-dir. A-dan D-yə 4 çəkmişik. Sonra B-dən A-ya var, bir də Y-yə var. Onu çəkdik. C-dən A-ya var, D-yə var. D-yə deməli 2-dir. Bir də F-ə 3-dür. Buradan da görünür də A, C, F yolu. A, C, F yolu 3, 3, 6-nı verir. Yəni 4 olmursa, deməli elə ən qısa yol 6 olacaq. Heç o birlərə yəni lazım deyil baxmaq.
Tətbiqi proqram təminatına aid olanları müəyyənləşdir. macOS əməliyyat sistemidir, sistem proqramıdır. Paint, bəli, tətbiqi proqramdır. Oracle, bu da tətbiqi proqramdır, verilənlər bazasıdır. Antivirus isə sistem proqramlarıdır, xidmətidir. OpenOffice Impress, bu da yəni tətbiqidir, təqdimat proqramıdır. 2, 3, 5 olur. Sonra 7. Xidməti klavişlər. F5 funksionaldır, End-dir, Home-dur. Bunlar da kursoru idarə edən klavişlərdir. Enter-lə kontrol qalır. 1-dən 3. 7-dir. 8-də verilib ki, verilənlər bazasından cədvəl və bu cədvələ aid sorğu fraqmenti verilib. Sorğunu tətbiq edəndən sonra hansı nömrəli ID-lər görünəcək ekranda? Əgər, yəni hər iki, belə deyək də, məntiqi əməl eyni bir sətirdə veribsə, onların arasında ənd götürürük. Yox, biri bir sətirdə, biri aşağıda veribsə, elə göründüyü kimi onların arasında or yazırıq. İkisi eyni sətirdə olduğuna görə ənd yazacağam. Bu nəyi bildirir? Ulduz A, ulduz. Yəni, əvvəldə nə qədərsə simvol var, ortada A var, axırda nə qədərsə simvol var. Amma bilirik ki, ulduz heç bir sayda simvolu əvəz etməyə də bilər. A ilə qutaranları da, məsəl üçün, balaca A ilə başlayanları da seçmək olar burada. Yəni, bir sözlə tərkibində A hərfi olanlar. Ad soyad sütununda tərkibində A hərfi olan, yəni sətirləri seçsək, 2-dir, 3-dür, 4-dür. Deməli, 2, 3, 4, and. İnformatika balı 85-dən çox olanlar 1-dir. Deməli, 3-dür, bir də 4-dür. Bunların da kəsişməsi elə 3-4-ü verir, olur A bəndi. Sonra 9. Elektron cədvəldə D5 xanasında verilmiş, deməli, C, dollar 3, üstəgəl dollar, D3 düsturunu hansı xanaya köçürtmək olar? Yəni, nə deməkdir bu? Hansısa xanaya köçürdəndə, əgər sətir və ya sütun qalmırsa, məsəl üçün deyirəm, C-dən tutaq ki, 3 sütun əvvələ getsə, A, B, A, 3 sütun gedə bilmir, axı yoxdur da sütun. Yəni, deməli, bu xanaya köçürtmək olmaz A ilə bağlı bu formada. İndi baxsaq, D5-dən C2-yə. D-dən C-yə 1 sütun geri gedib, 5-dən 2-yə də 3 sətir, yəni azalıb. Və burada baxıram ki, D-dən C-yə 1 sütun azalıbsa, C-ni 1 sütun azaltmaq olar. Amma 5-dən 2-yə 3 sətir azalıb deyə, buradakı bu 3-ü 3 sətir də azaltsam, 3-dən çıxanda 0 qalır. 0-cı sətir yoxdur axı. Deməli, buna köçürtmək olmaz. Bizə deyir, hansına olar? Sonra baxıram B2-yə. Daha doğrusu B3-ə. B3-ə köçürsəm, D-dən B-yə deməli 2 sütun azalıb, 5-dən 3-ə də 2 sətir azalıb. C-dən 2 sütun əvvələ A var. Dollara görə onsuz bu 3 qalır. Dollara görə burada da D qalır. 3-ü də 2 sətir azaltsam 1 olur. Deməli, elə B3-ə köçürtmək olur. Məsəl üçün, A4-də niyə olmur? Çünki D-dən A-ya 1, 2, 3 sütun yəni yerini dəyişib. Artıq C-dən 3 sütun əvvələ getmək olmur deyə A4-ə, nə də A1-ə köçürtmək olmur. C2 olmursa C1-ə heç olmaz. Çünki sətri burada 0-a çevirmişdi. Deməli, elə 9-da B bəndi olacaq. 10-cu sualda isə diaqramla bağlı misaldır. Verilib ki, A2-C2 diapazona əsasən qurulmuş diaqram verilmişdir. C1 xanasının qiymətini müəyyənləşdir. Bura bir X yazaq. A2 bərabərdir C1, yəni X üstəgəl, A1 plus 10. A1 3-dür, üstünə də 10-u gəlsə bir dəfəli elə 13. B2 4 vurulsun, C1 üstəgəl B1, yəni 4 üstəgəl X bölünsün 2. Bunu da belə X-a kimi aparsaq, 2 vur, 4 plus X, yəni 8 plus 2X qalır. Sonra C2-ni də tapsaq, 4 vuraq X qalır. Burada deməli, hansısa 2 isə bir-birinə bərabərdir. Yəni, bu üçündən ikisini bir-birinə bərabər götürə bilər. X-in yerinə, məsəl üçün, belə deyək də, bir 5 və s. 4 qoyaq görək, hansında, məsəl üçün, bərabərlik və yaxud yaxın ədədlər alınır. 4 qoyanda, məsəl üçün, burada 4 plus 13, 17-ni verir. Burada 4 qoysaq, 4 dəfə 2, 8, 8 8 elə 16-nı verir. Deməli, burada 4 qoyanda 4 dəfə 4 16-nı verir. Onda belə çıxır ki, elə 4-dür.
Bir dəqiqə. Bu 4x oldu. 4 verəndə burada 16, 4 dəfə 2, 8. Əgər onda 4 versəm, 4 dəfə 2, 8 plus 8, 16-nı verir. 4 dəfə 4, 16 düzdür, bərabərlik alınır. Amma burada 4 qoyanda 17 eləyir. 17 ilə 16 çox yaxın ədədlərdir. Biri 36, o biri 32% olması üçün 17 götürə bilmərik axı, yəni. Ona görə 4 olmaz. Məsəl üçün, hər hansı 3 verə görə nə alınır? 3-ün üstünə 3, 16. 3 dəfə 2, 6. Deməli, 6 üstəgəl 8, 14. 3 dəfə 4, 12. Yəni, ümumiyyətlə bu ikisindən böyük görünür də. Məsəl üçün, 3 də verdim, 4 də verdim, bu böyük çıxdı digərlərindən. Onda bunlar 32% olacaq. Bu ikisini bərabərləşdirib x-i tapaq. 8 plus 2x bərabər olsa 4x-a. Deməli, buradan da x 4 alınır. Yox, 4 ola bilməz. Onu da belə götürməməliyik. 4 olsa dediyim kimi bu 16, bu 16, bu isə 17 çıxır. Yəni ola bilməz də 36 32-dən daha böyükdür, yəni. Onda bunu buna bərabər götürək görək. X üstəgəl 13 bərabərdir. Yəni hansısa ikisi bir-birinə bərabər olmalıdır da. 8 plus 2x kimi götürək. Burada x 5 çıxır. 5 qoyanda görək nə alınır? 5 dəfə 4 20 olur. Burada 5 qoyanda deməli 5 dəfə 4 20. Bura 5 qoyanda 5 dəfə 2 10. O da 8 18. Bura da 5 qoyanda bu da 18. 18 18 20 ola bilər. Hardasa 2 vahid çoxdur. Ya da yoxlayıb da baxmaq olar ki, məsəl üçün bunların cəmi 100% verirsə, məsəl üçün 20-yə neçə faiz düşəcək? 36% düşür də. 36%dirsə, cəmi nə qədər eləyir? 36, o da 20, 56-ya x. Belə tapsaq, məsəl üçün görərik ki, elə ona da 32% qalar. Onda elə 5 olacaq. Çünki 4 qoyanda 16, 16, 17 alınır. O da çox yaxın ədədlərdir. Ən azından 36-dan, yəni daha az faiz alınmalı idi. 5 qoyanda isə daha doğru olur. Həmçinin belə çaşqınlıq yarananda tapdıqdan sonra belə faiz nisbəti ilə məsəl üçün yazıb da tapa bilərik ki, görüm yəni düzgün faizlər alınırmı? Aksis bazasında verilənlərin əsas tiplərinə aid deyil. Pool var, date time var, float ümumiyyətlə belə bir tip yoxdur. Yəni bu bilirik ki, Pythonda ədəd tipidir. Mətn redaktorunda matematik ifadəsində bold və italik əmri tətbiq ediləndən sonra hansı görünüş alınacaq? Yəni bold qalın yazılır, italikdə kursivlə yazılır. Həm qalın, həm də maili formada olsun. O da A bəndi olur. HTML kodda səhifənin arxa fonuna şəkil əlavə eləmək üçün arxa fona hansı atributdan istifadə olunur? Bəli, backgrounddan istifadə edilir. Sonra HTML kod fraqmentlərinə deməli əsasən hansılarda yalnız qalın şriftlə yazı əks olunacaq? Yalnız deyir. Yəni ancaq qalın şrift olsun. Deməli 1 olacaq. Bu ümumiyyətlə qalın şrift yoxdur. Burada da yoxdur. 4 də olacaq. Strong da qalın yazır. Yalnız dediyinə görə 1-4 seçirəm. Əslində 5-də də var qalın şrift, amma yalnız qalın dediyinə görə 1-4 olur. N dəyişəninin daxil olunmuş hansı ən kiçik qiymətində proqram ekrana 256 ədədini çıxarır. Yəni çap olunacaq K-nın qiymətidir də 256. K-nın qiymətində 1 verib. 1-i yəni 4-ə vurur, yenə 4-ə vurur. Belə dövr getdikcə ancaq 4-ə vuraraq 256 alıb. Deməli 256 4 üstü 4-dür də. Yəni 4 dəfə 4-ü öz-özünə vuranda 256 almışıq. Deməli onda bu hissə 4 dəfə təkrarlanıb, yəni dövrün gövdəsi. Və n-in də qiymətini əvvəldən 10-a vurur. Floatla həqiqi ədəd daxil edib, bu formada yəni. 10-a vuranda artıq məsəl üçün 3,4-dürsə, 10-a vuranda 34 olub. Və yaxud 2,9-dursa, 10-a vuranda 29 olub.
Sonra kiçikdirmi 57-dən hə, beləliklə yəni 4 dəfə dövr təkrarlanıb. Burada da dövrün gövdəsində n üstəgəl 8 verib də. 4 dəfə 8 8 artırsam n-i, onda n plus sonunda yəni 32 alaram da, yəni 4 dəfə artırıb. Hər dəfə elə ki, n üstünə 8 gəlirəm, yəni ümumilikdə yəni 32 vaid artıram. Və nəhayət bu aldığım bu qiymət axırda kiçikdirmi 57-dən yox cavabı alıb dövrü bitirməliyəm. Çünki 4 dəfə artıq dövr gedib və n üstünə 32 gəlib. İndi buradan bərabərsizlik kimi yazsaq, n kiçikdir, neçə alırıq? 25. Deməli, n kiçikdirmi 25 olmalıdır. Yəni, hansı qiymətdə yox cavabı alıb dövrdən çıxarıq, amma ən kiçik olmalıdır. Bunu da əvvəldən ona vurub, yəni bu ədədləri belə düşünək də, 32-dir, 25-dir, onsuz hamısını ona vurub götürmüşük, yəni dövrü 34-dür, 24-dür, 29-dur. Təbii ki, ən kiçik 25 olanda burada 25 kiçikdirmi 25-dən? Yox cavabı alıb dövrü bitirəcəyik. Yəni 4 dəfə dövr getmiş olacaq. Ona görə cavab olur D bəndi. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyənləşdir. Belə bir sətr verilib və join əslində deməli siyahını sətrə çevirir. Amma sətirlər üçün hansı funksiyanı yerinə yetirir? Burada simvolların, yəni hərflərin, simvolların arasında 5 simvolu yerləşdirir. Belə olur da, i, sonra 5, sonra n, yenə 5, sonra f, yenə 5, o, yenə 5. Bu formada düzür. Ondan sonra boşluq var axı, boşluq qoyur. Daha sonra 2, yenə 5, 0, yenə 5, 2, yenə 5, sonra 3. Daha sonra yenə boşluq qoyur. Burada bir dənə də 5 olmalıdır, hə. 3-dən sonra bir dənə də 5, sonra boşluq qoyur. Deməli, 2, yenə 5, 0, yenə 5, 2, yenə 5 və 4. Yenə 5. Fikir versək, hər hərfdə sözdə neçə dənə hərf varsa, o qədər 5 yaranır. 1, 2, 3, 4 dənə 5 var, 4 dənə də hərf var. 1, 2, burada rəqəmlər 4 dənədir də, 5-lərin sayı da 1, 2, 3, 4 dənədir. Burada da yenə 4 dənə rəqəm varsa, 4 dənə 5 var. Bundan sonra split də bilirik ki, sətri siyahıya çevirir və bu sətri siyahıya çevirəndə boşluqları kəsir. Çünki splitin içərisində heç nə verilməyib. Hər dəfə boşluğu görüb sətri siyahıya çevirsə, belə bir, yəni siyahı alınacaq da, bir dəfəlik yazdım. Yəni, bu sözlər siyahının elementi olacaq. Sonra buradan i-nin birinci qiyməti bu həmin bu simvollar ardıcıllığı olur. Bunu götürür və şərt verib ki, həmin bu i-də 5-lərin sayı 0-dan çoxdurmu? Bəli, 0-dan çoxdur, onda k-nı 1 vaid artırır. Onsuz da bütün sözlərdə 5 yəni rəqəmi var, yəni. Növbəti i-nin qiyməti bu olur, sonra bu olur. Hər birində 5-lərin sayı 0-dan çoxdursa, onda k-nı 3 dəfə artırır da 1-1. Yəni 3 dənə 1 artanda da 3 olur. D proqram, yəni Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyənləşdir. F1-2-ni təbii ki, F funksiyasından tapacağıq. Onu da burada yerinə yazsaq, x-in qiyməti 1, y-in qiyməti isə 2 alınır. Və x üstəgəl, yəni 1 üstəgəl dx, D1 alınır. D1-i bilmirik deyə və bu hissədən tapmalıyıq. Burada da uyğun olaraq A-nın qiyməti 1 alınır. A 1-dirsə əgər 1 plus 2 3 alır. Yəni return-ə görə bu 3 qiymətini D1-ə geri qaytarır. D1 3-dürsə, onda 1 üstəgəl bura 3 yazanda x-i də 4 alırıq. İndi davam eləyək. D, x-in yerinə bu 1-i yaza bilmərik. Axı x-in qiyməti dəyişib 4 olub. Ümumiyyətlə, Def-də yəni bu dx-in yerinə d1 ki yazmışdıq ha. D1-i görən kimi bundan sonrasında da x-in yerinə hələ ki 1 qoymur. Bunu tapmağa gedir. Yəni lor dildə desək, bunu tapdıqdan sonra, ondan sonra yenə proqram öz işinə davam edir. Ona görə də x-in 4 qiymətini yəni yerinə yazırıq. Plus y-in yerinə də 2 yazsaq, d4 plus 2 alınır. İndi d4-ü yenidən bu hissədən tapaq. Burada da D4 yazsaq, A-nın qiyməti 4 alınır. 4 plus 2 bizə 6-nı verir. Return-ə görə bu 6-nı 4-ə
Yəni D4-də geri qaytarırıq. 6 plus 2 də bizə 8-i verir. İndi x plus y də təbii ki, x və y-in son qiymətlərinin cəmi olacaq. Bu da 4 ilə 8, 12-ni verir. 12-ni də F1 2-yə geri qaytarır. Cavab olur 17-də A bəndi. Sonra 18. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyənləşdir. Deməli, burada da aşağıda dövr verilib. 259-dur B-nin qiyməti və 259, yəni böyükdürmü sıfırdan? Bəli, şərt ödənilib. Onda B bərabər olur x 259-a. Və x 259-u bilmirik deyə bu hissədən tapmalıyıq. Və buna əsasən n-in qiyməti 259 alınır. 259 sıfırdan fərqlidirmi? Bəli. R bərabər n-i 10-a böləndə qalıb 9 qalır. S bərabər S çıxaq R. S deməli 0-dır. R-i də çıxsaq elə mənfi 9 alınır. N də bərabər n-i 10-a böləndə tam hissə. 259-u 10-a böləndə tam da 25 düşür. Geri qayıdır əvvələ. İkinci dəfə n-in qiyməti 25-dir. 25 fərqlidirmi 0-dan? Hə. R bərabərdir n-i 10-a böləndə qalıb. 25-i 10-a böləndə qalıq 5 düşür. S də bərabər olur. S çıxaq R-ə. S-dən deməli, yəni mənfi 9-dan R-i çıxır. Bu da mənfi 14 eləyir. Daha sonra n bərabər olur. 25-i 10-a böləndə tam hissə 2. Bir də geri qayıdır 3-cü dəfə əvvələ. 2 fərqlidirmi 0-dan? Hə. 2-ni 10-a böləndə qalıq 2 düşür. S də bərabər S çıxaq R-ə. Mənfi 14 çıx 2 də mənfi 16-nı verir. N də bərabər 2-ni 10-a böləndə tam hissə ilə 0 düşür. Növbəti dəfə 0 fərqlidirmi 0-dan? Yox cavabı alırıq. Və S-in axırıncı mənfi 16 qiymətini x 259 funksiyasına geri qaytarır. Və burada biz almışdıq ki, B bərabər 259-dur. Onda B-nin qiyməti mənfi 16 alınır da. Mənfi 16-dırsa, burada dövrü davam etdirsək, mənfi 16 böyükdürmü 0-dan? Yox cavabı alırıq, yəni. Yox cavabı alırıqsa, onda dövr bitir, elə mənfi 16-nı da çapa verir. Yəni, Y bəndi alınır. 19. Belə bir ifadədə hər bir simvol əlifbada özündən müəyyən mövqe məsafədə yerləşən simvol ilə deməli əvəzlənib. Bu ifadənin şifrəsini müəyyənləşdirin. Burada bir-bir yoxlamalıyıq, çünki açar verilməyib. Məsələn, T-dən tutaq ki, A variantını yoxlayıram da. X-a neçə simvol yerini dəyişib? 1, 2, 3, 4. Yəni, K-nın açarını 4 götürsəm, onda digər hərflər də 4 açarına görə eyni formada şifrələnməlidir. H-dan məsəl üçün 4 hərf sonra nə gəlir? 1, 2, 3, 4, M. Yəni, deməli, avtomatik A bəndi deyil. Bu formada taparaq, yəni variant çıxırıq. Deməli, bu deyilsə, bu da deyil. Çünki bir də baxım, T-dən biz X-a 1, 2, 3, 4 simvol yerini dəyişmişik. H-dan da 4 simvol gedəndə 1, 2, 3, 4. Hə, yox, L-ya düşürmüş. L-ya düşürsə, onda hələ ki saxlayaq. Deməli, S-dan 4 hərf sonra 1, 2, 3, 4 W-ya düşür. Bunu çıxıram, bu hələ ki qalır. C-dan 4 hərf sonra 1, 2, 3, 4 G-ya düşür. Hə, onda çıxıram. Yerdə qalır, qalan bu 3 variant. Deməli, 2 dənə W ilə başlayan var. Bunları yoxlayaq. T-dan W-ya 1, 2, 3. K açarını 3 götürsək. Sonra H-dan 3 hərf sonra 1, 2, 3 K-ya düşür. Hələ ki düz gəlir. S-dan 3 hərf sonra deməli 1, 2, 3 V-ya düşür. Hələ ki bu düz gəlir. Bunu çıxdım. C-dan 3 hərf sonra 1, 2, 3 V-ya düşür. Elə D bəndi olur. Sonra icraçı yalnız 2 deyir, komanda yerinə yetirə bilər. 2 əlavə et, bir də 3-ə vur. Ən az sayda komanda ardıcıllığı ilə 19 ədədindən deyir 93 necə alınır? 19-u götürsək, bunun üstünə belə deyək də 2 gələcəyik, ya da 3-ə vuracaq. Deməli, 3-ə vursam 57 alıram, üstünə 2 gəlsəm 21 alıram. 21-in də təzədən üstünə ya 2 gələ bilərəm, ya da 3-ə vura bilərəm. Üstünə 2 gəlsəm 23 alacam, 3-ə vursam 63 alacam.
Deməli 23-ü də yenə ya 2-yə üstünə 2 gələ bilərəm, ya 2-yə vura bilərəm. Bu tərəfdən davam etməyəcəm. Çünki 57-nin üstünə 57-ni 3-ə vursam almayacam. Ümumiyyətlə ona baxmıram. Üstünə 2 gəlsəm 59 alacam. Bunu 2-2 artırmaq çox uzun gedir. Çünki mən heç cürə 3-ə vura bilməyəcəm də. Ancaq 2-2 artıra bilərəm. Bu çox uzun gedəcək. Deməli, bu qoldan davam edə bilmərəm. Yəni 59-u mən ancaq 2-2 artıraraq, yəni 90 çala bilərəmmi? Yəni elə gedərəm. Bu da çox uzun proses olur. Heç vaxt 3-ə vurma alınmır. Və burada da 3-ə vurma mütləq var. Variantların hər birində 2 var. Ya variantdan da yoxlamaq olar əslində, ya da belə baxaq. Məsəl üçün 2-nin üstünə gəldim, 1 götürdüm də, tutaq ki. Təzədən 3-ə vurdum. 1, 2. Yəni belə bir variant varmı? 2 əlavə etdim, sonra 3-ə vurdum. 1, 2 ilə heç yoxdur. Fikir versək. Yəni belə bir şey yoxdur. Deməli bu hissə ilə, bu qolla da davam etməyəcəm. 1 var, eləmi? Yenidən 1 var. 1 1 ilə başlayıb. Yəni 2 dənə 2 gəlib. Deməli bunları çıxıram. A, B, Y qalır. 23-ün üstünə deməli yenə 2 gəlsəm 25 alıram. Bir dənə də 1 gəlirəm. Amma bunu 2-yə vursam da 2 əməlini yerinə yetirsəm, 3-ə vursam 75 alıram. 75-in üstünə bir də 2 gələndə, yəni 93 vermir. Bunu da çıxdım. Ya budur, ya budur onda. Deməli 25-in üstünə onda bir də 2 gəlirəm. Yəni 21, 23, 25. 3 dənə 1 alındı mı? Hər üçündə var. Sonra yenə 2 gəlib 27 alıb. 27-ni deməli 3-ə vursam 81 alıram. 81-in üstünə də 1, 2, 3, 4. 4 dənə elə ki 2 gəlir də. 4 dənə 2 də 8, bu da 90 elir. Deməli bu da olmursa onda bu qalır elə. 1, 2, 3, 4, 5, 6 dənə 2 gəl. Yəni 19-un üstünə 1, 2, 3, 4, 5, 6. 6 dənə 2, 12 gəlsək, alırıq burada 31. 2 əməlini də yerinə yetirib 3-ə vursam 93 alırım. Onda A bəndi olur. Python dilində tərtib olunmuş proqramın təyinatını müəyyənləşdirin. Bir dənə sözcükdə, yəni mətn formasında daxil edirik A-ya qiymət və necə qiymət daxil edəcəyimi həm variantlara, həm proqrama baxaraq təyin edirəm. Görürəm ki, ancaq variantlarda da verib ki, daxil edilmiş sətirdə D ilə başlayan, C ilə bitən, nə belə ya daxilində C olmayan, yəni C və D hərflərindən söz gedir. Həmçinin D ilə başlayıb C ilə bitən məsələsi də var. Ona görə və burada da baxıram ki, sözlərdən söhbət gedir. Deməli, elə bir sətir daxil eləyək ki, sözlər formasında cümlə olsun. Həmçinin daxilində D və C hərfləri olsun. Məsələn, C, A, B olsun. Biraz boşluq qoyuram. D, S, Y olsun. Bir dənə də boşluq qoyuram. S, Y, D olsun. Görə, yəni həm D ilə başlayan qoydum, həm C ilə, həm D ilə bitən görəcəyik. A nöqtə split olanda bu boşluğa görə bunları kəsir boşluqları və ancaq sətrin, belə deyək də, cümlə formasında olan sətrin sözlərini siyahıya yığır. Bundan sonra i-nin birinci qiyməti olur, elə dırnaqda C, A, B. Və şərt verib ki, bu i-də C-lərin sayı sıfırdan çoxdurmu? Bəli, ən azından bir dənə C hərfi var. Əmd olanda gərək iki tərəf də düz olsun ki, şərt ödənsin. Sonra deyir ki, A-da 0-cı element bəs D-yə bərabərdir. A-da deməli 0-cı element isə A-da 0-cı element isə C-dir. Deməli, şərt ödənmir də onda. Burada artıq görünür ki, daxil edilmiş sətir mütləq D ilə başlamalıdır ki, və tərkibində də C simvollarının sayı ən azı, yəni bir dənə olmalıdır ki, bu S-i saya bilsin. Həmin bu şərti ödəyən onda sözlərin sayını çapa verir də. Deməli, daxil edilmiş sətirdə D simvolu ilə başlayan və tərkibində C simvolu olan sözlərin sayını çapa verir. Yəni, ən azı bir dənə C olmalıdır da tərkibində və sətirdə mütləq D ilə başlamalıdır. Bəs B-də nə verib? Daxil edilmiş sətirdə D simvolu ilə başlayan və ya verib. Və ya yox, and deyə biz və götürürük bunu.
O birlər də yəni deməli C olmayan verib, D ilə bitən, hə, bunlar da səhvdir. 22. Deməli, S-i 0 verib və i-nin burada qiymətləri 3-dən 10-a qədər gedir. Yəni 3, 4, 5, 6, 7, 8, 9. i 3 olduqda yoxlayaq şərti. 3-ü deməli 4-ə böləndə, yəni qalıq 0-dırmı? Xeyr. Şərt ödənmir deyə, onda bu ifin əks haldasına baxır və s-i bir vahid artırır. Təbii ki, əks haldaya keçibsə, buradakılar hesablanmır. Burada s-i artırandan sonra bir vahid geri qayıdır əvvələ. İkinci dəfə i-nin qiyməti olur 4. 4-ü 4-ə böləndə qalıq 0-dırmı? Bəli, onda s-in üstünə i gəlir. Yəni s 1 idi, üstünə də i-ni 4-ü gəlir, 5 alır. Sonra şərt verir ki, 5-i 3-ə böləndə qalıq 0-dırmı? Xeyr. Şərt ödənmir, əks halda onda s-dən i-ni çıxır. Yəni 5-dən 4-ü çıxır. Onda eyni qalır ki, yəni əvvəlki qiyməti ilə. Hə, onda belə bir məntiq tutmaq olar ki, bu qiymətlərin içərisindən avtomatik olaraq 4-ə bölünməyən kimi s-i ancaq bir-bir artırır. 4-ə bölünməyənlər hansılardır? 3-dür, 5-dir, 6-dır, 7-dir, 9-dur. Bu qiymətlərdə s bir-bir artacaq. Qalır 4-lə 8-də, yəni 4-ə bölünənlər. 4-ə bölünəndə də s-in üstünə i-ni gəldi. Məsəl üçün 1 idisə, üstünə 4 gəlib 5 aldı. Təzədən həmin qiymətlər nə 4, nə də 8 3-ə bölünmür axı. Həmin o 5-dən də i-nin özünü çıxdı. Da 4-ün özünü də çıxanda onda əvvəlki qiymətin özü qalır da. Yəni ki, 4-ə bölünəndə əslində əvvəlki qiymətin özü qalır, yəni dəyişmir bir sözlə. Məsəl üçün 8 götürsək, lap 8-i 4-ə böləndə qalıq 0-dırmı? Hə, üstünə 8 gəldim. Təzədən 8-i 3-ə böləndə qalıq 0-dırmı? Yox, onda təzədən aldığım qiymətdən 8-i çıxdım. Yəni bir şey dəyişmir də, 8 gəlib 8 çıxıramsa, ədəd eyni qalır. Ona görə də bunlardan başqa qalan hallarda s-i bir vahid artırırıq. 1, 2, 3, 4, 5. Onda elə 5 dənə yəni artmış olur. 22 də olur C bəndi. Sonra ADSL modemin ötürülmə sürəti bu qədərdir. Ötürülməsinə 20 saniyə vaxt sərf olunubsa, onun həcmini kilobaytla tap. Həcm bilirik ki, Q bərabər VT ilə tapılır. 2048-i 211 vuraq 100 kimi göstərək. Bitlə verilib, elə saniyəsi də 20-dir. Və bunu biz bitlə almışıq. Kilobayta çevirmək üçün 213-ə bölürük. Aşağıda 4 qalır, burada da ixtisar getsə 5 qalır, alınır 500 kilobayt. Sonra 24. Deməli, S-i 100 verib, N 200 verilib, S çıxaq N. Davam edək. S-i 100 verib, N-i isə 200 verib. S çıxaq N. Deməli, 100-dən də elə 200-ü çıxırıq, qalır deməli mənfi 100. Mənfi 100 kiçikdir, bərabərdirmi mənfi 50-dən? Bəli. Onda S-in üstünə 15 gəlir. Deməli, S 100 idi, üstünə də 15 gəlib 115 alır. N-dən də 5 çıxır. 200-dən 5 çıxıb 195 alır. Buradan geri qayıdır əvvələ. İkinci dəfə S çıxaq N, yəni 115 çıx 95 də mənfi 80-i verir. Mənfi 80 kiçik bərabərdirmi mənfi 50-dən? Bəli. Onda S-in üstünə 15 gəlir. Bunun üstünə 15 gələndə 130 alınır. Bundan 5 çıxanda da 190 qalır. Növbəti dəfə 130 çıxaq 190. Yəni mənfi 60 kiçikdir, bərabərdirmi?
-50-dən, hə? Onda S-dən S-in üstünə 15 gəlib 145 alır. N-dən isə 5 çıxıb 185 alır. Dördüncü dəfə bundan bunu çıxanda -40 alınır. -40 kiçik bərabərdir -50-dən, yox cavabı alırıq. Onda S-in 145 qiymətini, yəni S-i istəyir də 145 qiymətini çapa verir. Daha sonra 25. N 40, S isə 20 verir. Burada da cəmi neçə eləyir? 40 üstəgəl 20. 60 kiçikdirmi 200-dən? Bəli. Onda S-in üstünə 20 gəlir. 20, 20, 40. N-in üstünə 25 gəlir. Olur 65. İkinci dəfə geri qaydanda bu ikisinin cəmi 105 verir. Kiçikdirmi 200-dən? Hə. S-in üstünə 20 gəlir. 60. N-in üstünə 25 gəlir. Deməli eləyir 90. Üçüncü dəfə ikisinin cəmi 150-ni verir. 150 kiçikdirmi 200-dən, hə? S-in üstünə 20 gələndə 80, N-in üstünə deməli 25 gələndə eləyir 115. Növbəti dəfə, dördüncü dəfə. Bu ikisinin cəmi 195-i verir. Kiçikdirmi 200-dən, hə? S-in üstünə 20 gələndə 100 alınır. N-in üstünə də 25 gələndə 140 alınır. Beşinci dəfə şərt ödəmir, çünki 240 kiçikdirmi 200-dən, yox cavabı alıb dövrdən çıxırıq və bizə N-in qiymətini soruşur axırıncı. N ən son 140 alınıb. 26. Y-nin birinci qiyməti 0-dır və şərt verib ki, 0-ı 2-yə böləndə qalıq 0-dırmı? Bəli. Onda S üstəgəl i. 0-ın üstünə 0 elə 0-ı verir. Bir də sərbəst hədd var. Yəni dövrün içindədir, amma if və else-dən asılı deyil. Onda S üstəgəl 2, 0-ın üstünə 2 alırıq 2. Geri qayıdır buradan əvvələ. I-nin növbəti qiyməti 1 olur. 1-i 2-yə böləndə qalıq 0-dırmı? Xeyr. Onda əks halda S-dən 1 çıxır. 2-dən 1 çıxır, 1 alır. S-in üstünə 2 gəlir, 3 alır. Yəni bu həmişə təkrarlanacaq da dövrün içində. Növbəti dəfə i-nin qiyməti 2 olur. 2-ni 2-yə böləndə qalıq 0-dırmı? Hə. Onda s-in üstünə i gəlir. 3-ün üstünə 2 gəlib 5 alır. If ödənib deyə else baxmırıq və ən son s-i 2 vaid artırıb 7 alırıq. i 3 olanda deməli i-nin qiyməti 0, 1, 2, 3, 4, 5-ə qədər olur da 6-nın üzünü götürmür. 3 olanda 3 2-yə bölünmür, onda 1 çıxır. 7-dən 1 çıxıb 6 alır, bir də üstünə 2 gəlir, 8 alır. i 4 olanda şərt ödənir, s-in üstünə i gəlir. Deməli, dörd olanda s-in üstünə 8-in üstünə i-ni gəlir. 4-ü, hə, 12. Sonra bir də if ödənibsə əks haldaya baxmırıq. S-i 2 vaid artır. 12 o da 2, 14 eləyir. Daha sonra 6-cı dəfə i5 olanda 5 2-yə bölünmür deyə s-dən 1 çıxır. 14-dən 1 çıxıb 13 alır. Deməli, s-i də 2 vaid artırıb 15 alır. Da buna görə. Və i-nin qiyməti bitdiyinə görə elə 15 qiymətini də çapa verir. Növbəti sual. Deməli, 8-lik say sistemi 16-lıq ikilik say sistemi verib. Bir yoxlayaq. Bir yazmayayım daha doğrusu. A variantını yoxlayım. Biz bunu onluğa çeviririk də, tənlik kimi hesablayırıq. Üstündə 0, 1, 2 kimi nömrələsən, 1 vur x üstü 1, yəni x-i verir. 9 vur x üstü 0, 9-u verir. 1 vur x üstü 1, x-i, x plus 7, yəni burada da üstə gəldi. Bu bərabər olur. 3x-a da 0-a vurmanın bir mənası yoxdur. Buradan da alınır ki, x bərabərdir 16. Deməli, hansı say sistemidir 16-lıq? 2 olur A bəndi. Sonra bunu yoxlasaq, 0, 1 kimi nömrələyib onluğa çeviririk yenə. X plus 4 üstə gəl. 4x plus 2 bərabərdir. X kvadratı plus x plus 1-ə. Buradan da x kvadratı bu eləyir 5x. Bu tərəfə keçirdəndə deməli çıx 4x. 6 o da çıx 5 bərabər 0. Burada da kökləri yəni tənli kimi baxsaq 5 ilə 1 eləyir.
5-dən -1. Bu belə bir say sistemdə beşli say sistemdə verilməyib. Onda B heç birinə aid deyil. Sonra bu birini yoxlayırıq. Əslində burada bilinir ki, ancaq 1 sıfırdırsa ikilik say sistemidir. Yenə də lap hesablasaq 0, 1, 2, 3 kimi. X-un kubu üstə gəl 0, 1 kimi nömrələsəm x bərabərdir 0, 1, 2, 3 kimi nömrələsəm x kubu üstə gəl x-in kvadratı alınır. Burada da deməli nəysə itirmədik. X-un kubu üstə gəl x. Hə, plus bir dənə x daha var burada. Bira yazım. Bu x-a görə. Onda x kubları getsə, x kvadratı çıx 2x bərabər 0 alınır. x1 0, x2 də elə 2 eləyir. Təbii ki, yəni sıfırlıq say sistemi yoxdur, ikilik olur. Deməli, 3 olur C bəndi. Bunları da çıxdıq. Qalır D-dən Y. Bu da ya biri, ya ikisi də fərqi yoxdur. 8-yə aid ola bilər. Ona görə yoxlamalıyıq hər birini. Bunu çevirsəm 0, 1, belə 0, 1, 2 kimi nömrələyib 4x plus 6 bərabərdir. 7 üstə gəl. 7x plus 4 bərabərdir. X kvadratı plus 4x plus 2 alırıq. Burada da x kvadratı 4x-lə 7x 11x verir. Bu tərəfə də keçirsək, deməli çıx 7x. Onu da o tərəfə keçirsəm, çıx 8 bərabər 0 alınır. Kökləri deməli 1 ilə -1 ilə 8-i verir. Elə bu olacaq da ki, yəni hasili -8, cəmi də 7 eləsin. Onda deməli -1lik say sistemi olmadığı üçün kökü 8 çıxır. Deməli 1-ə də olur D. Yenə də o birini də yoxlaya bilərik. Bu da 0, 1, 0, 1 belə nömrələsəm 2x üstə gəl 3 plus 5x plus 4 bərabərdir. X kvadratı plus 2x plus 1 verir. X kvadratı bu 7x o tərəfə keçirsəm, deməli çıx 5x. Bu 7 eləyir, o tərəfə də keçirsəm çıx 6 bərabər 0. Burada da kökləri 6 ilə -1 alınır. Yəni belə bir say sistemi də yoxdur. Ona görə Y olmur. D, A, S alınır elə. 28. Deməli, verilib ki, girişə veriləcək n natural ədədinə qədər bütün natural ədədlərin cəmini tapan blok sxem qur. Məsəl üçün, 5-dirsə ədəd 1-dən 5-ə qədər ədədlərin cəmini tapsın. Yəni, n 10-dursa 1-dən 10-a qədər ədədlərin cəmini tapsın. Təbii ki, burada n məlum deyil, yəni n 10 da ola bilər, 100 də ola bilər, ona görə n-i daxil etmək lazımdır. İstənilən ədəd olsun, yəni 100, 5, 20 fərqi yoxdur. Dövr neçədən başlayır? 1-dən. Çünki natural ədədlər 1-dən başlayır deyə 1-dən özünə qədərki ədədlərin cəmini götürməlidir. Deməli, dövrün başlanğıcını əvvəldə qeyd edirik ki, i bərabər 1 kimi. Bu cəmdir də. Cəm olanda ilkin qiyməti nə götürürdük? Bir dənə 0. Və şərt bloku çəkirik artıq, yəni dövrün hara qədər getdiyini qeyd edirik. Və məsəl üçün 5 olanda dövr 1-dən 5-ə qədər gedib. 100 olsa 1-dən 100-ə qədər, yəni n-ə qədər deməli dövr gedir. Yəni i nə qədər ki n-dən kiçikdir, o qədər dövr etməlidir. Onda hər qoluna gəlir və burada cəm üçün düstur yazmalıyıq. S bərabər, S üstə gəl, nə? Təbii ki, i-nin qiymətidir də, bu bir dövrə 1 ilə başladı. Amma i 1-2 qalmış, 1-1 artmalıdır da dövr getsin deyə. Yəni, i-ni də 1-1 artırırıq ki, n-ə qədər dövr getsin. Bura gəlir, geri qayıdır əvvələ. Nə vaxt ki, şərt ödəmir dövrdən çıxıb, burada s-i çapa verir. Bu belə. Sonra növbəti sual. Daxil ediləcək natural ədədin 2-nin hansı ən böyük qüvvətinə, deməli, tam bölündüyünü tapan proqram yazın Python dilində. Bunu da götürelim.
Deməli, daxil ediləcək natural ədəd dediyinə görə əvvəldən yazırıq bir dənə n bərabərdir int input. Məsəl üçün, ədəd 96-dırsa, deyir ən böyük, yəni bölündüyü 2-nin, yəni ən böyük qüvvəti olaraq 32-yə bölünür. Əslində 96 2-yə də bölünür, 2-nin qüvvəti olaraq 4-ə də, 8-ə də, 16-ya, amma ən böyük yəni 32-yə bölünür də. Və yaxud 64 elə. 32-yə də, 16-ya da bölünür, amma ən böyük 2-nin qüvvəti olaraq 64-ə bölünür. Amma 128 artıq bölünmür axı. Deməli, burada dövr gedir. Biz bir-bir yoxlamalıyıq ki, daxil etdiyimiz ədəd hansı 2-nin qüvvətinə bölünürsə dövr getsin. Ta ki, ən böyük qüvvəti alana qədər. Məsəl üçün, 32-dən sonra bir də 2-yə vursam bu ədədi 64-ə alırıq axı. Yəni, 96 64-ə bölünmürsə dövr bitsin. Deməli, dövr hara qədər gedir? Nə qədər ki, bu n-i 2-yə böləndə, yəni 2-nin qüvvətinə daha doğrusu böləndə qalıb 0-dırsa. 2-nin də ən kiçik qüvvəti 2 üstü 0-dır da, yəni 1-dir. Ona görə əvvəldə yazıram i bərabər 1. Nə qədər ki, daxil etdiyim ədəd 2-nin qüvvətinə qalıqsız bölünür, onda bu həmin 2-nin qüvvətini 2 dəfə artır. Məsələn, 2 üstü 0 1-i verdi. Bu 96 1-ə böləndə qalıb 0-dırmı? Hə, onda 1-i 2-yə vursun, 2 alsın. Deməli, sonra 96-nı 2-yə böləndə qalıb 0-dırmı? Hə, 2-ni 2-yə vurub 4 alsın. Belə gedir. Axırda burada i bərabər 16 vur 2, 32 alınır da. 96-nı 32-yə böləndə qalıq 0-dırmı? 96-nı 32-yə böləndə qalıq 0-dırmı? Hə, onda 32-ni 2-yə vurub 64 alır və dövr növbəti dəfə qaydanda 96-nı 64-ə böləndə qalıq 0-dırmı? Yox cavabı alıb dövrdən çıxırıq. Mənə isə 32 lazımdır da, 64 yox. i-nin son qiyməti 64 olur. Yenidən həmin bu aldığım ki, bu i-nin 64 qiyməti var, onu 2 dəfə azaldıram. i bərabər yazıram, i-ni 2-yə böləndə tam hissə. 64-ü təzədən 2 dəfə azaltsam 32 alıram. Yəni həmin bu 32 alınır. Sonra da print i. Çünki 96-nı 32-yə böləndə şərt ödənir axı, qalıq 0-dır. i-ni 2 dəfə artırıb 64 alır. Amma 32-də bitməlidir də. Yəni mənə 32 lazımdır. Aldığım onu təzədən 2 dəfə azaldanda elə həmin ən böyük 2-nin qüvvəti çıxacaq. Sonra 30. Daxil ediləcək 16-lıq say sistemindəki ədədi 10-luq say sisteminə çevirəndən sonra alınan ədəddəki tək rəqəmlərin cəmini çıxılır. Deməli, 16-lıqda bir ədəd daxil eləmək üçün n bərabər input yazırıq. Çünki bilirik ki, 16-lıqda A, B, C hərflər də var axı. Yəni, burada int input yazsaq, belə hərfləri daxil edə bilməyəcəyik. Ona görə inputla yazırıq. Və bundan sonra 16-lıqdan 10-luğa keçmək üçün fikirləşirik ki, bir ədəd götürək. Məsəl üçün, 5A tutaq ki, D belə bir ədəd. Bunu 16-lıqdan 10-luğa çevirəndə belə çevirilir. Yəni, riyazi cəhətdən hələ fikirləşirəm. 5 vuraq 16-nın kvadratı üstə gəl. 10 vuraq 16 üstü 1 üstə gəl. 13 vuraq 16 üstü 0 bu formada alırıq. Deməli, burada bu rəqəmləri bir-bir götürməliyik və 16-nın qüvvətlərinə vurub toplamalıyıq. Burada cəm var. Cəm varsa, ilkin qiyməti bir dənə 0 götürürəm. Sadəcə burada belə bir şey var ki, A, D, B, C belə hərflər olanda mən bu A-nı 10 kimi götürürəm axı. Və yaxud D olanda D-ni 13 kimi götürürəm axı çevirəndə. Bunu necə yazaq? Və 16-lığın yəni ədədləri konkret bilinir ki, 0-dan 15-ə qədərdir. Onda bir dənə belə bir sətir açıb, 0-dan bütün belə deyək də 15-ə qədər olan simvollarını düzürük. Və bunu indeksləsək, elə hər rəqəmə özünə uyğun ədəd düşmürmü 10-luqda? Məsəl üçün, 16-lıqdakı 0, 10-luqda da 0-dır. Bu belə gedir. A-ya uyğun nə düşür indeksləyəndə? 10, 11, 12, 13, 14, 15. Deməli, mən bu A-nı
Yəni ona çevirmək üçün həmin bu sətirdə bu A-nın indeksi kimi götürəcəm. Bunu tapdım. Bundan sonra bu sətrin simvollarını mütləq bir-bir götürməliyəm ki, hər birini, yəni bu formada onluğa çevirim. Ona görə yazıram for i in n. İ-nin burada birinci qiyməti, məsəl üçün deyirəm, bunu təbii ki, dırnaqda daxil etmişik, çünki sətirdir deyə. İ-nin birinci qiyməti olur dırnaqda 5. Deməli, bu 5-i s bərabər s plus yazıram, çünki cəm olduğuna görə. Bu i-nin 5 qiymətini dırnaqda almışam axı. Amma bu 5-in A-dakı indeksi ədəd kimi 5-i verir də. Onda yazaram ki, A nöqtə find i. Məsəl üçün, i-nin qiyməti dırnaqda 5-dirsə, dırnaqda 5-in A-da indeksi nədir? Ədəd kimi 5. Bu 5-i vururam nəyə? 16-nın kvadratına. Hər birində 16 üstü var deyə bura yazıram. 16 üstü. İndi nə yazmalıyam? İndi 2 yox, 3 də ola bilər. Ədəd yəni çox rəqəmli olsa qüvvət artır. Fikirləşək görək burada necə götürə bilərik? Düzdür, biz bu 5AD-ni əslində sıfırdan başlayaraq sağdan sola nömrələmişik. Amma bir fikirləşək görək, bunu sətir kimi nömrələsəm, 0, 1, 2 kimi nömrələyəcəm də. Və bilirik ki, sətirdə len funksiyası indeksdən bir vahid çox olur. Məsəl üçün, bu sətrin simvollarının sayı 3-dürsə, gəlir bu 3-dən 1 çıxanda da axırıncı simvolun indeksinə düşür. Deməli, eyni ilə burada da, yəni bu formada nömrələyəndə də len-dən 1 çıxsam, elə ilk simvolun indeksini alacam da. Yəni indeks deməyək, nömrəsini alacağıq da, onluğa çevirəndəki nömrəsini. Onda yazaram bir dənə əvvəldə k bərabərdir len n çıxaq 1. Məsəl üçün, bu 3-dürsə, 3-dən 1 çıxanda 2 alıram və həmin o 2 ilk simvolun indeksi olur. Onda 16 üstü yazıram k. Sonra axı k, yəni 16 üstü 1 olmalıdır, sonra 0 olmalıdır. Deməli, k bir azalmalıdır da. Dövrün daxilində yazırıq, k çıxaq 1. Və beləliklə, aldığımız ədəd 16-lığa çevrilir. Məsəl üçün, i-nin o biri qiyməti dırnaqda a olur. Dırnaqda a-nın a sətrindəki indeksi 10-a düşür. 10-u vurur, yəni 16 üstü 1-ə. 16-lığa çevirdi. Sonra görək nə deyir. Daha sonra 16-lıqdan 10-luğa çevirdi. 10-luğa çevirəndən sonra ədədi deyir, həmin bu ədəddəki tək rəqəmlərin cəmini tapaq. İndi yenə də cəmdən söhbət gedirsə, məsəl üçün deyirik də, 16-lığa çevirdik, tutaq ki, 300, 3, 4, 5, 2 belə bir şey alındı. Deyir, buradakı tək ədədlərin cəmini tap, yəni 3, 5-i topla. Deməli, yenə cəmdən söhbət gedir deyə, burada bir dənə yazıram, d bərabər 0 cəm üçün. Ədədin rəqəmlərini necə götürürdük? While-la. Nə qədər ki, ədədimiz s-də axı, çünki 16-lıqdan 10-luğa çevirəndə s almışam. Nə qədər ki, ədəd 0-dan böyükdür, ədədi 10-a böləndə alınan qalıq və tam hissəni ayır. Bunu dəfələrlə yazmışıq, yəni artıq əzbərə bir şeydir ki, ədədin rəqəmləri bu qayda ilə götürülür. Ədədin rəqəmləri burada k-lar olur da. Məsəl üçün, bunu 10-a böləndə qalıq 2 verir. Sonra tam hissəni ayıram 345, bunu 10-a böləndə qalıq 5-i verir. Beləliklə, ədədin rəqəmləri k-lardırsa, k-ların içərisindən tək olanları deyir cəmlə. Yəni, yazırıq d bərabər d üstəgəl k. Və dövrdən çıxır, həmin bu d-ni çapa verir. Bu da olur bu qaydada.